Ha, bu Tehrani risanələr elə gəlirlər, məsələn, sözlər danışırlar ki, Şoca Xəlilzadə, yəni skoçiz Rəxkəndə bir dənə dav eləmişlər, vurmuşdular, bir vurmuşdular, elə sözlər tapırlar deyirlər. Ki, də axı, bizim bazikonlar ötürün, baxın görün, Usturəz Əli dayı bu vəz məmləkətdə niyə getmişdi pis diskiyə? Ola da bir deyil. Niyə yapışıbsınız Şoca Xəlilzadəni skosistə? Dav eləyiblər, gözünüzü sadıblar. Sənə nə? Evin içində də davadolar, söz dolar da. Sizə rəbti yoxdur. Sizə pox yeməklə qalmayıb. Siz yapışın Usturəzdən ki, getmişdi, züv gedirdi bu vəzi məmləkətdə. Niyə bu işləri görürsünüz? Siz yapışın öz Usturəzdən. Traktor və traktorçuların da poxunu da az yiyin. Eşq olsun traktor və traktorçular Eskoçiç və Şoca Xəlilzadə. Gözünüzü sadıb Şoca Xəlilzadə. Eşq olsun Şoca Xəlilzadə.